Bugün Salyan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı hadisə yerində həyatını itirən 60 yaşlı Vüqar İmanovun oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Tərlan İmanov da orada vəfat edib. Məlumata görə taksi sürücüsü Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini 32 yaşlı Coşqun Məmmədovun idarə etdiyi Mercedes markalı minik avtomobili ilə həmkəndlisi Moskvada yaşayan və yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geri dönüş üçün aeroporta aparılmış. Xəsarət alan sərnişinlər də ailənin yaxınları olub. Qeyd edək ki, mərhumun oğlu 37 yaşlı Tərlan İmanov Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş. Şamaxıda ibtidai sinif müəllimi vəfat edib. Bu barədə Şamaxının 3 saylı tam orta məktəbinin səhifəsində paylaşım edilib. Bildirilib ki, müəllim Heyran Səyavuş qızı Hüseynova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Xəbər verdiyimiz kimi yanvarın 1-i Baku City Karting əyləncə mərkəzində faciə və hadisə baş verib. Paytaxt sakinləri Kamal Səfərli və Fatimə Bəhluzadənin idarə etdiyi karting maşınları toqquşub. Ağır xəsarətlər alan Kamal Səfərli hadisə yerində ölüb. 17 yaşlı Kamal Səfərlinin fotosunu təqdim edirik.